Adım Nahid. Nahid, haysa. Zorat qəsəbə bələdiyyə sədr müavini. Ha, onu bilmirdim. Ha, Allah köməyiniz olsun. O bu yaxında 3-4 ayındır. Mən 15 ildir bu kənddə xidmət edirəm. 3-4 aydır çağırıblar, gəl oldu bələdiyyə sədri. Nəsə sədrdə alınmadı, keçdilər, müavin verdilər, nəsə. O da bir Bəli, qismət deyil. İnşallah. Bizə maraqlı ki, bir tarixi aldı haqqınız bizə məlumat verərsiniz. İlk öncə mən sizi salamlayıram. Əmircan TV-ni, İlham qardaşımızı var olasınız. Mən sizə ilk öncə kəndimiz adından, ağsaqqalları, cavanları, fəalları adından təşəkkürümü bildirirəm ki, gəlmisiniz bugün bizim bu güc birlikdədir adlı ikinci iməcliyimizə qoşulmusunuz, bizi işıqlandırırsınız, bizim problemlərimizlə tanış olur, biz izləyicilər. Əvvəla oradan başlayaq ki, bizim kəndimiz çox qədim kənddir, Cürət kəndi. Bu kəndin adı Cürətdir. Onu da biz bir neçə sosial şəbəkələrdə, televiziyalarda çatdırmışıq və sübut da eləmişik ki, bu kəndin adı Cürətdir. Sadəcə olaraq 1723-cü ildə ki, Çar Rusiyası Bakını işğal edəndən sonra Rus əlifbasında C-Ü-Ə olmadığına görə Djorat yazıldı. Bütün rəsmi sənədlərdə də bu günə qədər də Corat olaraq qaldı. Biz cürətlilər olaraq inşallah bu iməcliyimiz bitəndən sonra növbəti addımımız bu kəndin adının özünə qaytarılması olacaq. Ki, inşallah ki, ümid edirəm ki, biz ona da nail olacağıq. Kəndin 4 məscidi olub. Hacı Kiçik bəy, Hacı Hümbət bəy, Corat Cümə məscidi və Kərbəlayı Gülxatın məscidi. Bunlardan ikisi Hacı Hümbət bəy və Hacı Kiçik bəy məscidləri 1937-ci ildə sökülüb, dağıdıblar. Günümüzə gəlib çatan 2 məscidimiz var ki, onlardan biri Hicri qəməri 409-cu ildə inşa olunub. Bu da 10 əsrdən çox bir yaşı var məscidimizin, ilk tarix abidəmiz. İkinci məscidimiz Kərbəlayı Gülxatın məscidi ki, 18-ci əsrə aiddir və 2 hamam, Məşədi Məcid hamamı və Hacı Əmrullah bəy hamamı. Məşədi Məcid hamamı məlumatlarda belədir ki, 16-cı əsrdə, Hacı Əmrullah bəy hamamı isə 17-ci əsrdə inşa olunub. Çox təəssüflər olsun ki, bu kəndin 4 tarixi abidəsi, qeyd etdiyim kimi 1000 ildən yuxarı yaşı olan bir məscidi ola, 4 dənə tarixi abidəsi ola və bu 4 abidənin heç birisi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata götürülməyib, mədəni irsin qorunması siyasına daxil edilməyib. Bu 4 abidədən 3-ünü yeni kəşf kimi qeyd ediblər. Yəni, çox təəssüflər olsun ki, gəlib o yeni kəşfi də hələ kəşf eləməyiblər. Sadəcə olaraq kağız üzərində yeni kəşfdir. Biz bu iməcliyi niyə başladıq? Güc birlikdədir adlı iməclik çox gözəldir, nəticəsi oldu. Şükür Allaha ki, bu artıq ikinci iməclikdir, ikinci həftəmizdir ki, biz bu işə başlamışıq. Bizə həqiqətən də canı könüldən gəldilər, bizə dəstək oldular. Həm bu qəsəbə, kənd sakinləri, həmçinin də Bakı kəndlər komandası, könüllülər komandası, Allah onların hər birindən razı olsun. Hər bir kənddən gələnlər var, gələ bilməyənlər var, ürəkləri burada olanlar var, bizə yazırlar, zəng edirlər, əlaqə saxlayırlar, dəstək göndərirlər, sağ olsunlar, mən təşəkkür edirəm. Bizim niyyətimiz nədir, qardaş? Niyyətimiz odur ki, bu hərəkata niyə başlamışıq, bu iməclik niyədir ki, biz tarixi abidələrimizdən imtina eləməmişik. Biz tarixi abidələrimizi əksinə qoruyuruq, saxlayırıq, bizə yazırlar, bəzi görürsünüz, sosial şəbəkələrdə irad da bildirirlər ki, niyə bu vəziyyətdədir, filandır, beşmişandır, təmizləməlidir, borcudur kənd sakinə. O, yəni, başqa bir məsələdir. Mən o məsələləri çox qloballaşdırmaq istəmirəm. Bu gördüyünüz abidələrin 4-ü də məhz kənd sakinlərinin sayəsində gəlib çatıb bu günə. Dediyim kimi, dövlət qeydiyyatında yoxdur. Qoruqda deyil ki, bir dövlət bura nümayəndə ayırsın, bir qoruq şəklində salınsın. Ki, qardaş, biz çox bərbad vəziyyətdədir bizim kənd. Bu gördüyünüz abidələrin bu günə gəlib çatmağının səbəbkarı elə kənd sakinləridir. Sadəcə olaraq bir müddət yarandı, boşluq yarandı. Bir 15-20 ildir ki, bu hamamlarımız fəaliyyətini dayandırıb. Və biz belə bir qərara gəldik ki, biz bu şeyi işıqlandıraq, gündəmə gətirək. Görsünlər ki, bizim tarixi abidələrimiz var, hələ uçulmayıb. Düzdür, bu günləri özünüz də görürsünüz, indi o kadrlarda da görəcək izləyicilərimiz ki, nə vəziyyətdədir.
İndi bizim hələ 17-ci əsrə aid bir Hacı Əmrullah bəy hamamımız var. O da bərbad vəziyyətdədir. Yəni uçulmaq təhlükəsi ilə üz-üzədirlər. Biz bu fürsətdən istifadə edib çağırış eləyirik, xahiş eləyirik. Gəlsinlər, bizim bu tarixi abidələrimizi qeydiyyata alsınlar, dövlət tərəfindən qorunsun. Çünki bu bizim mədəni irsimizdir. Konstitusiyamızın 77-ci maddəsi deyir ki, tarixi abidələr bizim mədəni irsimizdir. Bizim kimliyimizdir, mədəniyyətimizi. Biz Qarabağın işğalından sonra, azadlığından sonra oradakı bizim tarixi abidələrimizə o cürünə faşizmdə, necə demək, o insana yaraşmayan bir hərəkət, bizim o məscidlərimizi o günə qoymuşlar. Bizi yenə də sübut edən o tarixi abidələrimiz oldu. Bizim kimliyimizi sübut edən tarixi abidələrdir ki, bura həqiqətən də Azərbaycanlılarındır. Erməni vəhşiləri bütün dünyaya səs yayırlar ki, Qarabağ bizimdir filan bir şey. Ancaq sübuta gətiriləndə yenə də bizim dadımıza o məscidlərimiz çatır, o hamamlarımız çatır. Bu da bizim tariximizdir, bu da bizim irsimizdir. Biz də öz qədimliyimizi sübut eləmək istəyəndə biz 4 dənə abidəmiz qalır. Biz gəlib yalnız onları çəkə bilirik. İstəyimiz odur ki, bizim bu kəndin ki, 1000 ildən yuxarı tarixi var. 1000 il yox, eramızdan əvvəl 3-cü, 7-ci minilliyə söykənən sonra vilayətidir. Sadəcə Cürət tayfası ki, 1000 il bundan qabaq gəlib bu kəndə, onu ilə götürülür. Zörat abidəsinin üstündə də orada 1000 il yazılıb. Çoxsu mənə irad bildi ki, sən eramızdan əvvəl 3-cü, 7-ci minilliyi danışırsan, burada 1000 il yazılır. Deyəm ki, qardaş, 1000 ili biz o Cürətlə bağlamışıq. Cürət tayfası ki, Çingizxanın işğalı zamanı gəlmiş 4 türk tayfasından biridir, onunla bağlıdır. Ondan qabaq buranın adı sonra olub, sonra vilayəti. Yəni istəyimiz, xahişimiz, yenə deyirəm, çağırışımız ondan ibarətdir ki, gəlsinlər bizim səsimizə səs versinlər, bizim bu tarixi abidələrimizi qeydiyyata alsınlar. Təşəkkür edirəm sizə. İnşallah ümid edirəm ki, sizin vasitəvizlə də biz daha da bu məsələni işıqlandıracağıq. Daha da lazım olan yerlər, orqanlar, qurumlar, nazirlik bizim səsimizə eşidəcək. İnşallah. Təşəkkür edirəm sizə. Var olun. Əla, mükəmməl. Telefon işləyim oradan buraya. Hə, qardaşla belə baxışmağı yaxşı. Aha.